Valideyni incitmək, atanı, ananı incitmək bu böyük günahdır. Şiddətli günahdır. İnsan valideynini qəzəbləndirir, ağ valideyn olur, atanı, ananı incidir. Vallahi buna bəziləri yüngül yanaşırlar bu məsələyə. Bu ciddi məsələdir, bu böyük günahdır. Yəni valideyni incitmək, ağ valideyn olmaq. Amma bunun əksi valideynə yaxşılıq eləmək, onları sevindirmək, valideynə təbəssüm eləmək, valideynlə xoş danışmaq, ona gözəl söz söyləmək, valideynin qayğısına qalmaq, bu ibadətdir. Bəli, valideynin qayğısına qalmaq, valideynə itaət eləmək, yəni valideynə yaxşılıq eləmək, bu ibadətdir. Həm də insana savab yazılır, ibadətdir. Və böyük savabdır, böyük ibadətdir. Amma valideyni əksi incitmək böyük günahdır. Yəni, bəzi insanlar bu məsələyə belə yüngül yanaşırlar. Valideyn də nəsə desəm olar. Halbuki Quran-ı Kərimdə uca Allah deyir, uf demək olmaz. Valideynə uf demək olmaz. İki hərf deyir uca Allah.